4 illik bakalavr təcrübəmdən əldə etdiyim nəticələri sizinlə bölüşmək istəyirəm. Qeyd edim ki, bunları bu qədər dəqiqlə heç kim sizə deməyəcək. Birincisi odur ki, hər kəs sizə deyir ki, gedin könüllü olun, işə başvurun, sosiallaşın. Bəli dostlar, bunların həmsi doğrudur. Ancaq siz yalnız sevdiyiniz peşəyə üzrə irəliləməlisiniz. Yalnız sevdiyiniz, potensialınız olan könüllü proqramlarına, təcrübə proqramlarına və təbii ki, iş müsahibələrine gedib orada özünüzü axtarmalısınız. Əks halda bu vaxt itici olacaq. İkincisi isə networking, yəni əlaqələrinizi gücləndirin. Bunun sizə hədsiz faydaları olacaq, çünki mənə də olmuşdu. İstər sizə iş tövsiyəsində, istər sizə kiminsə tövsiyə məktubu yazmasında, istərsə də sağlam dostluqların qurulması üçün eyni ortaq vizyonlu insanlar bir araya gəlməlidir. Və ortaq vizyonlu insanlar harada görüşür? Təbii ki, iş başvurularında, könüllü proqramlarında, təcrübə proqramlarında. Üçüncüsü isə mütləq şəkildə dil bilginizi artırın. Bunu birinci sizin müəllimi kimi demirəm. Eyni zamanda şəxsi inkişafı ilə məşğul olan, davamlı bu sahədə irəliləyən birisi kimi deyirəm ki, artıq mən beynəlxalq müsahibələrə getdikdə mənə soruşurlar ki, ingilis dilinə əlavə başqa hansı dili bilirsən? Bu deməkdir ki, gələcəkdə sizə yalnız ingilis dili lazım olmayacaq, həmçinin başqa Avropa dilləri də tələb olunacaq. Növbəti tövsiyəm isə özünüzü tanıyın, özünüzü kəşf edin. Düzdür, 4 illik bakalavr az bir müddət deyil. Ancaq mənim gördüyüm nədir ki, əksər insanlar sürü psixologiyası ilə hərəkət edirlər. Yəni, filankəsin qızı bakalavra bitirdi, magistraturaya daxil oldu. Mən də bunu edim. Əskərliyə getməmək üçün magistratura daxil oldu. Daha sonra doktoranturaya daxil oldu. Sonra nə bilim, xaricdə getdi, başqa bir ixtisas təhsil aldı. Mən də bunu edim. Siz hər kəs deyilsiniz. Sizi fərqli edən şeylər olmalıdır. Və bunu tapdıqda siz artıq seçilən insanlardan olursunuz. Ona görə də qəlbinizin və beyninizin səsini dinləyin. Ona görə hərəkət edin. Və son tövsiyəm isə hər zaman özünüzə güvənin. Və özünə güvənməyin yolu əslində insanın özünə yatırım etməsindən keçir. Yəni, bütün bu dediklərimi etdikdə sizdə artıq bir özgüvən formalaşacaq. Və bu elə bir özgüvən olacaq ki, onu heç kim sındıra bilməyəcək. Siz başqalarının fikirlərindən təsirlənməyəcəksiniz. Artıq özünüzə olan inam ətrafa da işıq saçacaq və beləcə insanlar sizin ətrafınıza toplaşmağa başlayacaq və networkingi sizdə axtaracaqlar. Sizinlə də artıq dostluq münasibətləri yaratmaq istəyəcəklər. Və əgər liderlik bacarığınız varsa, siz hətta özünüzə möhtəşəm komanda da qura bilərsiniz. Deyəcəklərim bu qədərdir. Ümid edirəm faydalı olar. Tətbiq etməyi unutmasanız çox sevinərəm. Sağ olun.